Dear Tom, hörmətli Tom, I hope you are doing well. Ümid edirəm ki, yaxşısınız. I just wanted to tell you about the amazing trip we took to the zoo last weekend. Keçən həftə sonu zooparka getdiyimiz heyrətamiz səyahət haqqında sizə danışmaq istədim. We saw so many interesting animals like lions, giraffes and even a baby elephant. Biz şirlər, zürafələr və hətta fil balası kimi çox maraqlı heyvanlar gördük. It was such a fun day and I had a great time with my family. Çox əyləncəli bir gün idi və ailəmlə əla vaxt keçirdim. We learned a lot and enjoyed the beautiful weather. Take care, Lily. Çox şey öyrəndik və gözəl havadan zövq aldıq. Özün qayğına qal, yəni ehtiyatlı ol, Lily. Demək bu məktubu Lily Tom'a yazaraq zooparka gediş haqqında məlumat verdiyi üçün variantlara diqqət etsək. A variantında Tom went to the zoo with Lily. Tom Lily ilə zooparka getdi. Yanlışdı. Lily ailəsi ilə getmişdi. Tom didn't enjoy the zoo. Tom zooparkdan zövq almadı. Yanlışdır, çünki Tom'a sadəcə məlumat verilir. Yəni o zooparka getməyib. Lily had a great time at the zoo. Lily'nin zooparkda çox möhtəşəm, yəni əyləncəli bir günü var idi. Doğru cavabımız C variantında qeyd olunub, çünki bu tipli məlumatımız var mətndə. It was such a fun day deyən. And I had a great time with my family. D variantında the zoo visit was very boring for Lily. Zoopark səyahəti Lily üçün çox darıxdırıcı idi. Yanlışdı, əyləncəli idi. Lily saw only lions at the zoo. Zooparkda Lily yalnız şirləri gördü. Yenə yanlışdır, çünki burada zürafələr və fil balası da qeyd olunduğu üçün Y variantında səhv götürürük. Ümumi doğru cavabımız C variantıdır.